Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarova işdən çıxıb. Yeni Sabah məlumat verir ki, bu haqda sənətçi özünün sosial şəbəkə hesabında yazıb. Mehriban Xanlarova qeyd edib ki, işdən çıxmaqla bağlı teatrın direktoru İlham Əskərova ərizə ilə müraciət edib. Bildirmək istəyirəm ki, mən və başqa həmkarlarımın uzun müddət mətbuatda susmağımızın səbəbi vəzifəli şəxslərin bizə verdiyi söz idi. Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin müqaviləsi 15 noyabrda bitəcək və yeni müqavilə imzalanmayacaq. Xahiş edirik, mövzuya qayıtmayın. Biz də bu sözə inanaraq gözlədik. Ancaq məlum oldu ki, Mehriban Ələkbərzadə onun arxasında dayanan yüksək vəzifəli rəfiqəsinin dəstəyi ilə Nazir Adil Kərimlinin bütün özbaşınalıqlara göz yuması nəticəsində daha 6 ay vəzifəsində saxlanılıb. Mən Respublikanın əməkdar artisti Mehriban Xanlarova olaraq bildirirəm ki, Mehriban Ələkbərzadənin kollektivimizi alçaltması, şəhid qızına və onun ailəsinə ünvanladığı söyüşlər, 20 yanvar şəhidlərinin xatirəsini dəbdən düşmüş adlandırması, erməni heykəlini səhnədə təbliğ etməsi, həmçinin 2-ci Qarabağ müharibəsindən 5 il keçməsinə baxmayaraq ölkənin ana teatrında 44 günlük vətən müharibəsinin müqəddəs xatirəsinə bircə saatlıq belə sənət əsəri yaratmamasını, əvəzində teatrın baş rejissoru olaraq hazırlama üçün deyil, başqa bir dövlət qurumu ASTV üçün pul müqabilində sənətli film adı altında xronologiya hazırlamasını, şəhid qanı ilə sulanmış torpaqlarda əli cibində motivə və ruhuna uyğun olmayan geyimlə kamera qarşısında stand-up etməsini rüsvayçılıq hesab edirəm. Azdramanın baş rejissoru başqa qurum üçün çalışmalıdırmı? Teatra ayrılan vaxt, əmək haqqı və status niyə başqa yerə sərf edilir? Bu özbaşınalıqların sonu görünmür. Əməkdar artist əlavə edib ki, Mədəniyyət Nazirliyi ilə bağlı bildiyi faktları açıqlayacaq. Ona görə də işdən çıxarılmağı gözə alıb ərizə yazmışam. Çünki söz azadlığıma məhdudiyyət qoyulmasına razı değildim. Xanlarova qeyd edib ki, Mədəniyyət Naziri Adil Kərimli saysız hesabsız şikayətlərə baxmayaraq öz imzası ilə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin etdiyi Mehriban Ələkbərzadəni vəzifədən çıxarmaq istəməyib. İnanıram ki, bir otaqlı evdə böyük ailə saxlayan və 50'li olan ailə üzvünə baxan mən Mehriban Xanlarovanı işdən çıxarmağa bu dəfə əlini səsəməyəcək. Çünki arxamda yalnız Allah dayanır və mən göydə Allaha, yerdə cənab Prezident İlham Əliyevə güvənirəm.